Amerika ilə İran arasında aparılan danışıqların nəticəsiz qalması yaxın şərqdə yeni mərhələlərin başlandığını göstərir. ABŞ ilə İran arasında diplomatiya formal olaraq bitməyib, amma reallıqda artıq səhnə boşdur, qarşısında qara pərdə çəkilib. Bu mərhələ diplomatiyanın zəiflədiyi, hərbi dinamikanın isə ön plana çıxdığı bir dövrdür. Masada razılaşma əldə olunmadıqca sahədə güc balansı yenidən qurulur. Bu prosesin ən açıq təzahürü isə İsrailin Livanda Hizbullah mövqelərinə zərbələr endirməsidir. Son hadisələr göstərir ki, Livan artıq lokal cəbhə deyil. İsrail ardıcıl və sistemli hücumları ilə Hizbullahın infrastrukturunu zəiflətməyə yönəlib. Bəzi mənbələr yüzlərlə obyektin vurulduğunu qeyd edir. Bu isə sadəcə hərbi əməliyyat deyil, bu İranın regiondakı təsir mexanizminə yönəlmiş strateji zərbədir. Çünki Hizbullah Tehranın dolayı güc sisteminin əsas sütunlarından biridir. Bu nöqtədə qarşıdurmanın xarakteri dəyişir. Bu artıq təkcə ABŞ-İran xətti deyil, bu paralel cəbhələr üzərində aparılan geniş miqyaslı güc mübarizəsidir və bu mübarizə üçüncü böyük aktyor Çin də dolayı şəkildə daxil olur. Çin bu münaqişədə açıq hərbi tərəf deyil, lakin onun rolu getdikcə artır. İranla iqtisadi əlaqələr, enerji əməkdaşlığı və potensial texnoloji dəstək Pekinin bu qarşıdurmada neytral müşahidəçi olmadığını göstərir. Çin üçün İran təkcə tərəfdaş deyil, həm də ABŞ-a qarşı qlobal balansın bir hissəsidir. Bu səbəbdən Pekin İranın tam zəifləməsini istəmir. O birbaşa müdaxilə etmədən balans yaradan tərəf kimi çıxış edir. Artıq söhbət regional müharibədən yox, qlobal güclər arasında dolayı rəqabətdən gedir. ABŞ üçün bu iki cəbhədə strateji problem yaradır. Bir tərəfdən İran, digər tərəfdən isə onun arxasında duran potensiallı Çin. ABŞ prezidenti Donald Trump son açıqlamasında Çinlə bağlı son dərəcə sərt bəyanatla çıxış edib. O bildirib ki, İran Çindən silah dəstəyi görür və Pekin bu fəaliyyəti dərhal dayandırılmalıdır. Əks halda ABŞ ilə qarşı durmaya hazır olmalı. Trump əlavə edib ki, Çin bu addımların nəticələri ilə üzləşəcək. Bu cür açıqlamalar zahirən ani emosial təsir bağışlasa da, mahiyyəti etibarilə daha dərin geosiyasi mesaj daşıyır. Burada diqqət çəkən əsas məqam odur ki, bəyanat formal olaraq İranla bağlı olsa da, hədəf birbaşa Çindir. İran bu kontekstdə daha çox böyük güclər arasında rəqabətin meydanına çevrilir. Qərb analitiklərin yanaşmasına görə bu tip ritorika birbaşa müharibəyə çağırış deyil. Bu daha çox strateji təzyiq alətidir.